Salam, çox hörmətli cənab prezident, hörmətli Mehriban xanım, hörmətli Azərbaycan Respublikasının digər məsul vəzifəli şəxsləri, hörmətli internet istifadəçiləri. Mən məcburiyyət qarşısında qalaraq bir problemlə əlaqədar hörmətli cənab prezidentimizə, Mehriban xanıma, Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinə, Milli Məclisin sədrinə, Daxili İşlər Nazirliyinə, digər dövlət qurumlarına sosial şəbəkə üzərindən müraciət etmək məcburiyyətində qaldım. Mənim məsələm budur ki, mənim atam Allahverdiyev Zülfüqar Səmədoğlu 2024-cü il 7 yanvar tarixində Gəncə şəhərində fəaliyyət göstərən Gəncə Genetik İstanbul Genetik Klinikasında müayinə olunması üçün oraya getdi və o müayinə zamanı oradakı həkimlər Aytəc Əhmədova, Yeganə Aslanova və əslən Türk mənşəli millətli, Türk milləti olan İrkan adlı MFT həkimi tərəfindən bilərəkdən narkoz vurularaq öldürüldü. Mən bu məsələ ilə əlaqədar dəfələrlə sübutlarla sizə göstərmək istəyirəm, cənab prezident, hörmətli sosial şəbəkə iştirakçıları. Məktublar yazmağıma baxmayaraq, o məktublar da bir-bir göstərir. Baş prokurorluq var, Daxili İşlər Nazirliyi var, Dövlət Təhlükəsizlik Xidməti var, Prezident aparatı var. Bax, bu qaranlıqda məktublardır, il yarım müddətində. Dəfələrlə yazmağıma baxmayaraq, mənim atam Allahverdiyev Zülfüqar Səmədoğlu'nun ölümü Gəncə şəhər prokurorluğu tərəfindən birmənalı şəkildə, belə deyək, sözün əsl mənasında batırıldı. Məsələ belədir ki, mənim atam Allahverdiyev Zülfüqar Səmədoğlu, mən Allahverdiyev Elmidar Zülfüqaroğlu və anam Allahverdiyev Rahilə Nadir qızı ayın 6-sında da biz Gəncə şəhərində fəaliyyət göstərən Gəncə İstanbul Genetik Klinikasında oldu. Orada atamın bu disklərlə mən sizə göstərmək istəyirəm. Bax, KT müayinəsi. Birinci KT müayinəsi, xahiş edirəm, buna diqqət edin. Bir də ikinci KT müayinəsi. Atamın döş qəfəsinin daxili müayinəsi və qarın boşluğunun daxili müayinəsi İstanbul Genetik Klinikası tərəfindən həyata keçirildi və orada atamda heç bir ciddi fəsad törədən xəstəlik aşkar olunmadı. Sadəcə olaraq atamın çiyin oynaqları ağrıdığı üçün orada klinikada özünü rəhbər kimi